Deməli, əhalinin piramidalarında iki tipli piramida var. Bu piramidalardan birincisi inkişaf etməkdə olan ölkələrə məxsusdur. İkincisi isə inkişaf etmiş ölkələrə məxsusdur. Piramidaların fərqi nədir? Birinci piramidada görürük ki, 0-5 yaş aralığında olan uşaqların sayı çoxdur. Ümumiyyətlə, bu ölkədə uşaqların sayı çoxdur. Çünki 0-5 yaş aralığı, 5-15 yaş aralığı daha enlidir. Daha sonra 15-30 yaş gəlir, nisbətən get-gedə azalır və elə piramidanın çox yuxarısında çox da böyük bir yaş qrupunu biz görmürük. Çünki burada inkişaf etməkdə olan ölkələr olduğu üçün uşaqların sayı çoxdur, yaşlıların sayı nisbətən azdır. İnkişaf etmiş ölkələrdə isə uşaq sayı azdır və daha çox böyüklərin, gənclərin sayı üstündür. İkinci diaqram Kurasana bənzəyir. O İtaliya, İspaniya, Fransa o şirniyyatından yadda saxlaya bilərsən. Birincisi torta bənzəyir. O kasıbın olanından deyək. O formada yadda saxlaya bilərsən ki, birincisi inkişaf etməkdə olan ölkədir. Həm də piramidanın aşağısına baxırıq. Əgər uşaq sayı çoxdursa, bu inkişaf etməkdə olan ölkədir. Uşaq sayı azdırsa, inkişaf etmiş ölkədir. Bir də belə bir diaqram verir bizə. Elə birinci sualdakı diaqrama diqqət edək. Birinci sualdakı diaqramda buna görə ki, inkişaf etməkdə olan ölkədir, çünki uşaqların sayı çoxdur. Lakin bu ölkədə 10-14 yaşlı əhalidə, yəni doğulan zaman ölkədə demoqrafik böhran baş veribdir. Çünki görsən onun xətləri artıq qısadır, yəni o çox enli deyil. Həmin zaman ölkədə doğum sayı azalıb. Bizə sual verir. Deyir ki, 2005-ci ildə bu piramida tərtib olunub. Piramida 2005-ə məxsusdur. Yaş-giz piramidasına əsasən ölkədə birinci sinifə qəbulda neçənci illərdə uşaq çatışmazlığı olmuşdur? Deməli, baxırıq. 10 və 14 yaşlı əhalinin sayı daha azdır. Deməli, onlar birinci sinifə gedəndə, birinci siniflərdə uşaq çatışmazlığı var idi. Və mənə qeyd edir ki, birinci sinifə qəbul 6 yaşda başlayır. Gəl hesablayaq. 10 yaşı olan biri birinci sinifə 6 yaşında gedibsə, neçə il öncə gedib? 4 il öncə gedib. Hal-hazırda 2005-dirsə, 2005-dən bir dəfə 4 ili çıxıram, 2001. Deməli, 2001-ci ildə birinci sinifə gedənlərin sayında azlıq var idi. Bir də 14 yaşı olanlar, 14 yaşı olanlar 6 yaşında məktəbə gedibsə, neçə il əvvəl gedib? 8 il əvvəl gedib. 2005-dən biz 8-i də çıxırıq. Eləyir 1997. Deməli, 1997 və 2001-ci illərdə ölkədə birinci sinifə gedənlərin sayı az imiş. Bir daha deyirəm, əhalinin hansı yaş qrupu azdır? 10-14 yaş. Həmin o 10-14 yaş 6 yaşlarında məktəbə gediblər və o 6 yaşları neçənci ilə təsadüf edir? Onu hesablayırıq. İkinci, 2009-cu ildə tərtib edilmiş əhalinin yaş-cins piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin. Baxırıq, 0-4 yaş aralığı ən az olandır. Ən az olan demoqrafik böhranı göstərir və 2009-dan bir dəfə 0 çıxacam, 2009-dan bir dəfə 4 çıxacam. Yəni, bu uşaqlar hansı illərdə doğulub ki, həmin illərdə demoqrafik böhran baş veribdir. Deməli, 2005 və 2009-cu illərdə ölkədə demoqrafik böhran baş verib. Üçüncü sual. Yaş-cins piramidasına uyğun gələn müvafiq ölkəni müəyyən edin. Baxırıq ki, burada ən enli yerə 20-24, 25-29, yəni gənclər daxildir. Gənclərin sayı çoxdursa, bu inkişaf etmiş ölkədir. Ona görə burada doğru cavab olacaqdır. Portuqaliya D variantı. Nəyə görə Yaponiya ilə Almaniyanı götürmürük burada? Ona görə ki, Yaponiyada da, Almaniyada da əhali artımı mənfidir. Yəni, demək olar ki, artıq orada təbii artım yoxdur və aşağı hissələr ya çox azdır, bir dənə, iki dənə uşaq sayı görə bilirik, ya da ümumiyyətlə yoxdur. Ona görə də bu Portuqaliyaya aid olacaqdır. Növbətiyə baxırıq. Aşağıdakı piramidanın aid olduğu region istəyir. Bu əraziyə baxırıq ki, uşaqların sayı həddən çoxdur, yəni demoqrafik partlayış baş verir burada. Bunların içində ən çox uşaq sayı Şərqi Asiyadadır. Bilirik orada Çindir və s. Ona görə D variantı doğru cavabdır. 5.
Piramida əsasən demoqrafik böhran neçənci illərdə olmuşdur? Baxırıq, 11-15 yaş aralığı azdır. Deməli, həmin insanların doğulduğu tarixdə demoqrafik böhran idi. Yəni, 2010-cu ildən bir dəfə 11 yaşı çıxacaq, bir dəfə 15 yaşı çıxacaq. 2010-dan 11 çıxırsan 1999, 2010-dan 15-i çıxırıq 1995-ci il eləyir. 95 və 99-cu illərdə ölkədə demoqrafik böhran olub. 6-cı sualda həmçinin birinci siniflər qəbul üzrə problem neçənci illərdə olmuşdur? Biz baxırıq hansı yaş aralığı daha azdır. Baxırıq ki, 15-19 yaşda burada sırada pozulma var, azalıbdır. 15 yaşlı biri birinci sinifə 6 yaşda gedirsə, deməli 9 il əvvəl gedib. 2015-dən bir dəfə 9-u çıxıram, eləyir 2006-cı il. 19 yaşlı biri isə 13 il əvvəl gedib. 2015-dən də 13-ü çıxıram, eləyir 2002-ci il. Deməli, 2002 və 2006-cı illərdə ölkədə demoqrafik böhran var idi birinci sinifə qəbul üçün. 2018-ci il üçün tərtib edilmiş əhalinin cinsi yaş piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin. Yenə baxırıq, 10-14 yaş aralığı azdır. Ona görə 2018-dən bir dəfə 10 çıxacaq, bir dəfə də 14 çıxacaq. Bu eləyəcək 2008, bu isə eləyəcək 2004. 2004-2008-ci illər ölkədə böhranı idi. 8-ci sual. Piramidaya əsasən hərbi xidmətə çağırışçıların toplanma problemləri neçənci illərdə baş vermişdir? Gəl baxaq. Deməli, ən az yaş qrupu, daha doğrusu ən az sayı olan yaş qrupu 25-29 yaşdır burada görürük. Və hərbi xidmətə 18 yaşda gedirlər. 25 yaşı olan biri hərbi xidmətə 7 il öncə gedib. Yəni 2016-dan o 7-ni çıxacam ki, görək bu neçənci ildə gedib. Həmçinin 29 yaşı olan biri hərbi xidmətə 11 il öncə gedibdir. 2006-dan 11-i çıxacağım. 2016-dan 7-ni çıxırsan 2009, 2016-dan 11-i çıxırsan 2005. 2005-2009-cu illərdə çağırışçıların sayında azalma müşahidə olunurdu. Növbətiyə baxırıq 9-cuya. 95-ci ildə tərtib edilmiş piramidaya əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin. Burada 5-9 yaş aralığı görürük ki, azdır və 1995-dən bir dəfə 5 çıxırıq, bir dəfə də 9 çıxırıq. 1984 və 1990-cı illəri əhatə edəcəkdir. Daha doğrusu, deyəsən doğru çıxmadım. 86. 1986-1990-cı illəri əhatə edəcək A variantı. 10. 2008-ci ildə tərtib edilmiş əhali piramidasına əsasən hərbi xidmətə çağırışçıların toplanma problemi neçənci illərdə baş vermişdir? Gəlin baxaq. 30-34 yaşı görürük ki, azdır. 30-34 yaş qrupu azdır burada. Hərbi xidmətə getmək üçün 18 yaşın tamam olmalıdır. 30 yaşı olan biri 12 il öncə hərbi xidmətə gedib. 2008-dən 12-ni çıxırıq. 34 yaşı olan biri isə 16 il öncə hərbi xidmətə gedib. 2008-dən 16 çıxırıq. Bu eləyir 1900, deməli, 98. Bu isə eləyir 1994. 94 mi eləyir? 96 eləyir. Bu isə 2008-dən 16 çıxanda 1992. 92 eləyər. 1992. 92 və 96-cı illərdə hərbi xidmətə çağırışçıların toplanması problemi baş vermişdir.